Qədim musiqi alətlərini ustalıqla, səbirlə, gecəsini gündüzünə qatıb bir incə teli tapanadək çalışan İxtiyar Seyidovun mədəniyyətimizə verdiyi töhfələr əvəzsizdir. Ömrünü bu sahəyə bağlayan İxtiyar Seyidov saz sənətinin tədrisi ilə yanaşı musiqi alətlərinin bərpası ilə də məşğuldur. Sazın tarixindən maraqlananda bu musiqi alətləri çıxdı. Başladım bunlardan da hərəsindən bir nümunə yavaş-yavaş düzəltməyə. Belə-belə ömrümü ancaq sərf elədim bu musiqiyə. Başqa sayə yox. 2024-cü ilin may ayından bu laboratoriyaya işə düşdük. Biz buradakı avadanlıqları gətirdik, quraşdırdıq. Məktəbin daxilində Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinin tərkibindədir bu laboratoriya. Və buradakı işimiz ondan ibarətdir ki, burada demək, bərpa olunası musiqi alətləri var, qədim musiqi alətləri var ki, onları biz təzədən bərpa eləyəcəyik. Simvolik bir musiqi alətidir. Bunun bir tərəfi çəngdir, bir tərəfi saz alətidir, bir tərəfi də tambur alətidir. Bu üç alət bütün türk dövlətlərində var. Çəng də var, saz da var, tambur da var. Və bildiyiniz kimi, bax, burada bu birlik rəmzidir, gördüyünüz kimi. Bu üç alətinin birləşmə sütunu var. Burada görürsünüz, bir kökdə adamız, görürsünüz. Gövdəsi də birdir. Bu simvolik alət ona görədir ki, bu həm də türk dövlətlərin birliyi kimi biz bunu düzəltmişik, yaratmışıq. Qədimdə olan musiqi alətləridir. Hansı ki, bunların eləsi var ki, pərdələri, məsələn, görürsünüz, Zaqatala tamburunun görürsünüz, 5 pərdəsi, 6 pərdəsi var. İndi bunu ansambla istifadə etmək üçün onlara əlavə pərdələr yaratmaq lazımdır ki, orada istifadə olsun. Bura gələn qonaqlara da bunların hər birisi bir cürə səsləndiyinə görə çox maraqlı olur.